Allah rahmet eylesin. Allah rahmet eylesin. Allah sabrınızı versin. Koyun gülleri koyun. Hoş oldu. Allah rahmet eylesin. Allah rahmet eylesin. Allah rahmet eylesin. Akın kim muhum aldıysa donan. Buyurun efendim. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم هو الله الذي لا إله إلا هو الرحمن الرحيم هو الله الذي لا إله إلا هو المهيمن العزيز الجبار المتكبر المصور له الأسماء الحسنى
Sadakallahul azim. Sübhane rabbike rabbil izzeti ammin. Velhamdülillahi rabbil alemin. El Fatiha. Deyilən vaxtda bu izdihamı yaratdınız. Rıza balamızın bugünkü anım gününə yığışdınız. Hər birinizə təşəkkür edirəm. Siz bilirsiniz, hörmətli cəmaət. Artıq 5-ci il qeyd edirik biz şəhid bağlarımızın anım günləri. 5-ci ildir. Allah onlara qəni-qəni rəhmət eləsin. Allah onları cənnətində eləsin. Hər birimiz, hamımız bunların sayəsində nə edirsə, mənim sözüm, şüvarım budur. Allah hər birinizdən razı olsun. Allah sizə heç vaxtı pis gün göstərmə. Hörmətli göylər cəmaatı. Bu günləri mən sizin yanınızdayam. Bir neçə gün bundan qabaqda yanınızdaydım. Yanınızda da olacağım. Şadlıqda olum həmişə bu kənddə. Bu da bir gözəl xoşbaxtlıqdır. Nəsib olub hamımıza, bizə. Bunun xoşbaxtlığı, bu bağlarımızın xoşbaxtlığı. Ona görə xoşbaxt deyirəm ki, Azərbaycan xalqı xoşbaxt oldu bunların sayəsində. Hörmətli cəmaət, bugün siz bilirsiniz ki, Göylər kənd Şəhidlər Xiyabanında 2 tədbirimiz var. Birinci tədbirimiz Rızanın ilk Şamaxıya gələn şəhidlərin biri Rızadır. Ona görə də biz hər birimiz tüm şəhidlərdən canımızı qoyuruq. Ona görə də biz canımızı qoyub yürüməliyik ki, bu günləri hər hansı bir vaxtda olsa, bəlkə Cəhimmərin Allah balasının cənnətində eləsin, qalan balanı salamat etsin. 10 dəfə mən bir zəng gelib ki, Ağsaqal haradasan, neçədə başlayacaq. Çünki bunlar orada da olmalıdır. Allah hər birinizdən razı olsun. Hər birinizə təşəkkür edirəm. Hər biriniz xoş günlərdə olasınız. Hörmətli cəmaət, bugün gözəl gündür. Gözəl gün ona görə deyirəm ki, Azərbaycan xalqının, Azərbaycanın bu günləri təməli qoyulan bir vaxtdır onun torpağının alınmasında. Ona görə də biz xoşbaxtıq. Allah bu bağlarımızın sayəsində bizi xoşbaxt elədi. Allah bunların yerini cənnətdə eləsin. Hörmətli xan baba. Buyur. Sağında, solunda sən dayanmışsan oğlumun. Sağında kızım dayanıb, anası dayanıb. Bir dəqiqə Qarşısında da sükut eləyək də bir dəqiqə. eləyəcək. Hamımız bunun döşündəyik. Gedirəm. Hamımız bunun işindəyik. Hamımız bunun yolundayıq. Hörmətli cəmaət. Bir xahişim var, həmişə elədim, xahişliyim. Hər birinizdən bir xahişim var ki, bir də gəlib sükutla bütün şəhidlərimizin xatirəsini bugünkü gündə yad edək, sonra başlayaq tədbirimizə. Allah rəhmət eylesin. Siz Rızanın solundasınız oğlunun, hörmətli balam, bacım. Siz sağındasınız oğlunun. Xalq döşündədir, bu izdiham bunun döşündədir. Qarşısında da Ağsaqqalı dayanıb, Axund dayanıb, Axunlar dayanıb. Kənd cəmaatı, hörmətli kənd Göylər cəmaatı dayanıb. Ona görə də səndən xahişim budur ki, bir neçə kəlmə, o da mən deyirəm. Bir neçə kəlmə, buyur. Çok sağ olasın. Allah hamımızdan razı olsun Hacı Ağa. Allah bütün şəhid sevərlərdən razı olsun. Bəli. Allah köməyiniz olsun. Bugünkü belə havada gəlmişsiniz, iştirak edirsiniz. Bəli, baxsam. Allah hamımızdan razı olsun. Çok sağ olun. Allah rahmet Allah eylesin. eylesin. Allah sabır versin. Cəmaat sizin başınızdadır. Çok sağ olun. Allah razı olsun. Allah köməyiniz olsun. Təşəkkür edirəm. Allah bütün bura yığışan tədbir iştirakçılarına hər birinə biz də təşəkkürümüzü bildiririk. Kənd nümayəndəliyinə, məktəb rəhbərliklərinə, mənim dəyərli qardaşlarım, əmilərim, şəhid atalarım, şəhid anaları, bacılarım. Hər birinizə təşəkkürümü bildirirəm. Elim, obam, qonum, qonşum, hər biri həmişə bizim yanınızda olduğunuz üçün sizə minnətdarlığımızı bildiririk. Kəndimizdə abadlıq işləri gedir, onlara da minnətdarlığımızı bildiririk. Kimin əməyi var, kimin köməyi var, kim şəhidə dəyər verir, kim şəhid üçün əziyyət çəkir, Allah hamısından razı olsun. Bütün şəhid anaların, atalarının qarşısında baş əyirəm bir şəhid anası olaraq. Şəhidlərimin ruhu qarşısında baş əyirəm.
Karşında baş eğsin. Çok sağ ol, teşekkür ederim. Bu görülen işlere kıymet verdiğiniz için ben de biraz sakalınız olarak sana teşekkür ederim. Çok sağ ol. Allah yerin cennetinde eylesin. Rızan. Allah Teala o balon xeyrisini başa vurasın. Hürmetli cemaat. Siz bilirsiniz ki həmişə dediğim sözdür. Bu söz deyilməlidir ki, yəqin ki, həmişə deyilir. Bugün burada, bu tədbirdə, bu anım günündə, anım günü bu günlər çox böyük gündür. Çox, həmişəki gün böyük gündür. Amma bu gün anım günüdür. Haçan şəhidlərin anım günüdürsə, o gün anım günüdür. Göylər kənd icra nümayəndəsinin sədri hörmətli İxtiyar müəllim yanımdadır. Göylər kənd bələdiyyəsinin sədri hörmətli Çingiz müəllim mənim yanımdadır. Göylər, dedim onu qeyd elədim, göylərin balaca yerdə, göylər böyük yerdə. Axunlu, hörmətli Elton müəllim yanımdadır. Umumi göylər yanımdadır. Allah hər birinizdən razı olsun, hörmətli cemaat. Ona görə də siz ki bu dəyəri verirsiniz bu görülən işlərə, iş görüləcək. İşə ki dəyər verdin, o iş görən adam daha da həvəslənəcək. Daha da fərəhlənəcək o görülə demişkən. Hörmətli cemaat, tədbirimizi çox yaxşı Allah'a şükür başlamışıq, həmişə yaxşı başlayırıq. Bu tədbiri Allah qoyur. Rızanın tədbirinin yekunlaşdırılandan sonra İlhamın şəhidimizin ad günündən yığışacağıq. Babanın İlhamın qardaşı, babanın ad günündən yığışacağıq. Buradan birbaşa oraya gedəcəyik inşallah. İlk söz, hörmətli Cöhüm müəllim şəhid atası, buyur. Bütün tədbir iştirakçılarına salamlayıram. Göylər cəmaatın balacadan böyüyə qədər hər birinizi salamlayıram. Təşəkkür edirəm bir şəhid atası kimi sizə. Çox sağ olun ki, Göylər şəhid valideynlərini tək qoymursunuz. Şəhidlərimizi daima ziyarət edirsiniz. Bizim hava şəraitinə baxmayaraq bizim hər birimizin borcumuzdur balalarımızı ziyarət eləmək. Çünki onlar susuz canlarını fəda edirlər, bizdən ötürü. Rıza balamızı şəxsən tanıyırdım. Bizim təhsil ocağında təhsil almışdı. Xanəndəlik şöbəsində, İncəsənət Təhsil Mərkəzində müəllim işləyirəm. Cəmaatı görüşürdü Rıza bala ilə. Çox ağır təbiət, qanacaqlı, qabiliyyətli, yer bilən bir bala idi. Ümumiyyətlə bizim şəhidlərimiz hamısı elə eyni xüsusiyyətdir, eyni tərbiyə, eyni qabiliyyətə malik balalardır. Tarixdə belə balalar da azad yetişir. Bəli, tək-tək olur. Onlar bayrağımızı göylərə qaldırırlar, qəhrəmanlara çevrilirlər, dastanlara dönürlər. Allah belə bizim bu balalarımızdan milyon dəfə razı olsun. İndi hal-hazırda şagirdlərimiz buradadır. Məktəb şagirdləri, müəllimlərimizin Allah canı sağ eləsin, balalarımızın tərbiyəli, qanacaqlı, qabiliyyətli, xalqa layiqli, dövlətə faydalı bir evlad kimi böyüməsinə bizim müəllimlərin də üzərinə böyük bir məsuliyyət düşür. Həqiqətən də Allah bütün şəhid ailələrin səbrin versin. Çox bala acısı çox çətindir. Allah balalarımıza kömək olsun. Allah içində nə varsa hər şeyindən ötürüb getdilər, canlarından keçdilər. Onların xahiş eləyirəm ki, onların yerləşkin itirməyək, onların o pərvərə elədikləri bu devlətin qiymət verək, torpağa, şəhədə qiymət verək. Allah razı olsun hər birinizdən. Mən bütün şəhid ailələrinə Allahdan səbir diləyirəm. Bacılarımın əlindən öpürəm. Ataları bağrıma basıram, şəhidlərimizin qarşısında baş əyirəm. Çox sağ olun. Təşəkkür edirəm, hörmətli Cöhüm müəllim, doluğun düzgün halal çıxışınız üçün. Hörmətli cəmaat, bu günləri çox izdihamlı bir gündür. Bu günləri qeyd etdiyim kimi Azərbaycanın torpaqlarının alınmasının ilk təməl qoyulması günüdür. Hörmətli prezidentimiz, ağlı başkomandan tərəfindən. Bu balalarımız fikirləşmirdi ki, bizim atamız, anamız, ailəmiz falan heç bir şey fikirləşmirlər. Bir fikirləri olub ki, torpaq almaq, Azərbaycan xalqının uzatmaq, hörmətli prezidentimizin başını yüksələrə qaldırmaq, Azərbaycan xalqını dünyada başını yuxarı qaldırmaq, dünyada başını ucararı qaldırmaq bu bağlarımızın işinə həbəl oldu, belə də oldu. Buyur, şəhid atası, Qalın müəllim. Çox sağ olasın. Mən də tədbir iştirakçılarını salamlayıram. Gələn cümlələrdə.
Değerli şəhid valideynlər, salamlayıram. Bugün düzgün qeyd ediləcək ki, şanlı qələbəmizə gedən 44 günlük yolun başlanğıcı oldu. Qəhrəman şəhidlərimizin anı günü bugün. Qəhrəman Rıza balamız da bəlkə də birinci göylərə gələn birinci şəhid, bəlkə də elə Azərbaycanda birinci şəhid oldu. Allah məkanını cənnət məqamımıza eləsin. Allah Rıza balamızın timsalında cəm şəhidlərimizə rəhmət eləsin. Valideynlərinə səbir versin. Xanbaba qardaşım, Allah sizlərə səbir versin. Yəni bunlar öz həyatların verməklə ölümsüzlük qazandılar. Belə bir, bilmədim, haradasa gördüyüm çox dəyərli bir söz idi. Deyir ki, həyat var ki, ölümündən də zəhərli. Ölüm var ki, həyatdan da dəyərli. Bax, bunların ölümü həyatdan 1000 dəfə dəyərlidir. Bunlar şəhadət Qiyməti yoxdur. Bunların yəni bu mərtəbəsini dillə demək, bu hacı da buradadır. Quranda neçə yerdə şəhidlər haqqında ayə keçir, yəni bunların dəyəri çox böyükdür. Allah cəmaatımızdan da razı olsun. Heç vaxt bizi tək qoymadılar. Allah rəhmət eləsin. Allah səbir versin. Çox sağ olun, saqqalım. Mən də bütün ziyarət iştirakçıları hamınızı salamlayıram. İlk öncə bu günləri 27 sentyabr, yəni anım günü, zəfərə gedən yolun başlanğıcı Rıza'nın timsalında cəmi şəhidlərimizə salam olsun deyirəm. Azərbaycan torpağının bütövlüyü uğrunda canım fəda edən bütün qəhrəmanların ruhları şad olsun. Onlara salam olsun. Bir şəhid atası kimi onları salamlayırıq. Və bu zəfərə gedən yol təbii ki, şəhidlərimizin, qəhrəmanlarımızın sayəsində oldu. Dövlətimizin, ordumuzun güclülüyünü biruzə verdi. Allah şəhidlərimizdən dönə-dönə razı olsun. Onların məqamları uca olsun. Biz valideynlərə səbir versin. Dövlətçiliyimiz var olsun. Ordumuz güclü, qüdrətli, basılmaz olsun, ayıq-sayıq olsun. Allah cəmaatımızdan da razı olsun. Çox sağ olun ki, bu günləri biz şəhid valideynləri ilə bir yerdəsiz. Çox sağ olun, çox razıyıq. Allah hamımızdan razı olsun. Və bacım qeyd elədim. Xanbaba qardaşıma da, Lamiyə bacıya da səbir diləyirəm. Bu günləri təbii ki, bizim qəhrəmanların anım günləri başlayır. Bu yaralı aylar bizlərə, valideynlərə, hamıya səbir diləyirəm. Çox sağ ol. Təşəkkür edirəm. İştirakçıları salamlayıram. Allah razı olsun ki, həmişə yanınızda olublar. Allah Teala bütün şəhidlərimizə rəhmət eləsin. Xanbaba qardaşa, Lamiyə bacıya, bütün gözü yaşlı valideynlərə Allah Teala səbir versin. Allah hamımızdan razı olsun. Təşəkkür edirəm. Xanım, buyur. Mən də bütün tədbir iştirakçılarına salamlayıram. Bugün həm Rıza balamızın şəhid olan günüdür, həm də bütün şəhidlərin anı günüdür. Eləcə də baba qardaşımızın da ad günüdür. Adı nədir onun? Bu üç tədbirin bir yerdə olması Namıqı çağır bura. şərəflidir. Biz istəyirik ki, Mənlə dostuma şəhidlər heç çağır vaxt bura. olmasın. Mən Xanbaba qardaşımıza Lamiyə başladım. Zərər yoxdur, onun səhərsin, məktəb başlamır. Onların adından, eləcə də bütün şəhid ailələri adından bu sözlər demək istəyirəm. Aylar sənsiz var deyil, toylar sənsiz toy deyil. Heç kəs sənə tay deyil, çilçiraq sənə yox. Yaş gəlməz yaşın üstə, qış gəlməz qışın üstə. Durmuşam başım üstə, dön bax bir də tay olur. Sensiz qəmli həyatım, arxanca çatmır atım. Dur biraz da mən yatım, sən cavan sana yolum, yaralı sana yolum. Sonra Allah bütün şeylerimizə rəhmət eləsin. Onların hər biri bir-birinə dəyərli cavan, gözəl övladlardır. Allah üzlərini ağ eləsin. Gələnlərə də təşəkkür edirəm, çox sağ. Allah şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbr diləyirəm, cəmi anaların əllərindən öpürəm, o gözünüzün yaşına biz qurban olaq. Allah sizlərə səbir versin. Çox sağ olun. İxtiyar müəllim yanımdadır, buyurun. Hörmətli anım iştirakçıları, hörmətli qonaqlar, hörmətli şəhid valideynləri.
Mən də öz adımdan hər birinizi salamlayıb, zəfərə gedən yolun başlanğıcı bugündürsə, hər bir şəhidimiz o yolun yolcusu və bütün ölkəmizdə anılan, tarixə çevrilən, ölkə yaşadıqca onların adı, onların yüksəkliyi get-gedə daha da onlar yəni ölkəmizə fərəh gətirən, ölkəmizin bütövlüyü uğrunda, torpağımızın bütövlüyü uğrunda canlarını qoymuşdur. Allah hər birinə rəhmət eləsin. Onlar heç vaxtı unudulmayacaq. Burada dəfələrlə qeyd olundu. O bizim bir cəmahatlıq borcumuzdur. Ölkə vətəndaşlığının biri kimi biz də həmişə diqqətli olub, öz şəhidlərimizlə fəxr etdiyimiz kimi anmalıyıq, unuda bilmərik. Allah şəhid valideynlərə, özlər sizə, Xan baba sənə, bacıma Allah dərin səbir versin və qalan bütün şəhid valideynlərinə Allah səbir versin. Yerlərin cənnət, məkanların uca eləsin. Allah yerlərin cənnət eləsin. Söz verdiyinizə görə çox sağ olun. Təşəkkür edirəm. Dolğun düzgün halal çıxışınız üçün hörmətli ixtiyar müəllim. Hörmətli cəmaət, bu mən sözümdür, həmişəki sözümdür. Göylər kəndində olan şəhidlər Şamaxı Şəhidlər Xiyabanının yarısı qədərdir. Bunu bütün cəmaət bilir, orada da demişəm, burada da deyirəm, hər yerdə deyirəm. Ona görə də biz bugün göylərdəyik. Allah bütün şəhidlərimizi cənnətini verəcək. Amin ya Rabbi. Buyur, hörmətli Göylər kənd bələdiyyəsinin sədri Çingiz müəllim. Çox sağ olun. Mən də hər birinizi salamlayıram. Bu məlumdur ki, bugün bütün ölkəmizdə anım günü qeyd olunur. O cümlədən də bizim kəndimizdə qeyd olunur. Çox sağ olsunlar ki, cəmaatımız yığışırdı bu izdihamı, bu ziyarəti gəliblər. Bizim borcumuzdur, gəlməliyik. Hər birinizi, şəhid ailələri, şəhid anaları, şəhid ataları, hər birinizi salamlayıram. Bu gün sizin üçün əziz gündür. Doğrudan həm sizin, həm bizim üçün əziz gündür. 44 günlük müharibənin başlanğıcı bizə belə hadisələr gətirib çıxarsa da sonu qələbə ilə, əzimkar qələbə ilə torpağımızın bütövləşməsi üçün, bütöv Azərbaycanın yaranması üçün bir addım oldu. Onların işləri, şəhid balalarımızın gördükləri işlər heç vaxt unudulmayacaq. Bunun qiyməti yoxdur. 5 il ötməyinə baxmayaraq biz yenə də buradayıq. Bundan sonra da sizinlə şəhid ailələri sizinlə bir yerdə olacaq. Sizin qarşınızda biz baş əyirik. Allah sizə səbir versin. Allah bütün şəhid balalarımıza rəhmət eləsin. Xan baba, bacım, sizə də Allah səbir versin. Bütün şəhid ailələrinə Allah səbir versin. Allah sizdən razı olsun. Çox sağ olun, təşəkkür edirəm, hörmətli Çingiz müəllim. Şəhid qardaşı, hörmətli İlham müəllim. Lap siz saat 8-dən buradasınız. İndi buradan çıxıb sizin qardaşınızın ad gününə girəcəyik. Buyur, söz sizə verirəm. Çox sağ ol, Allah hamımızdan razı olsun. Allah onu sağ olasın. Mən də gün kəsb tərəfçilərin hamısını salamlayıram. Allah bize balamıza rəhmət eləsin. Allah baba qardaş, Ramiyə qardaş. Allah səbr eləsin. Allah səbr Ziyarətiniz qəbul olsun. Təşəkkür edirəm. Şəhid atası, Xan Məmməd buyur. Məmməd düşə çək. Çox sağ olun Ağırza müəllim. Allah sizlərə var olsun. Çox sağ olun ki, bu 5 ildə bizimlə. Təşəkkür edirəm. Buyurun. Günlərim bizə balamızın timsalında Allah cəm şəhidlərimizin müşahid eləsin. Bunlar hər biri qəhrəmandır. Allah yerlərini cənnət eləsin. Bunlar haqqında çox söz danışmaq olar. Allah hamama qardaşa da Allah səbir versin. Burada da Allah hamımızdan razı olsun ki, bizləri tək qoymuşsun. Çox sağ olun. Gələn əğuza hamımızın var olsun. Çox sağ olun. Təşəkkür edirəm. Şəhid atası, Tofiq buyur. Şəhsədən Sultan İqnavlar, Əşər qardaş. Allah səbrinizi versin. Allah'ın yeri cənnət, məqamı uca olsun. Cəmi şəhidlərimizin yeri cənnət olsun. Çox təşəkkür ederim. Balaların məkanları cənnət olsun, Rıza balamızın. Allah atasına, anasına səbir versin. Qalan balaların qardaş xeyrin görəsən.
Allah səbrimizi versin. Cəmi şəhidlərimizə rəhmət eləsin. Üç bayrağı yaşadan oğlanlar bulardır. Xalqımızın başı üstündən heç vaxt əskik olmasın o üç rəngli bayraqlar. Bunların əziyyətləri Allah'a şükür ki itməyib. Məkanları cənnətdir inşallah. Keçdiyi yollarda 5 ildə danışırıq da onsuz da ki keçilməz yollar keçən oğlanlardır. Allah məkanlarını cənnət eləsin qardaş. Allah səbrinizi versin. Allah cəm şəhidlərimizə bugünkü gündə cəm şəhidlərimizin məkanı cənnət eləsin. Ruhunu şad eləsin. Allah xalqımızı Kardeş Allah yerin cennetine Allah mekanı cennet etsin. Allah halkımıza sabır versin. Bir bakın bir dostlar Allah yerin cennetine Hamımızın sabahı xeyir olsun. Allah bütün şəhərsever insanlara can sağlığı versin. Amin. Hər birimizə bəllidir ki, bizim bugünkü günümüz 2020-ci illəri xatırladır, sentyabrın 27-sini xatırladır. Rıza balamıza ilk şəhidlərimizdən biridir. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin, ruhunu şad eləsin. Allah rayon rəhbərliyinə, Cənab Ali Baş Komandanımıza sağlam can sağlığı versin. Şəhid və qazilərimizə Allah rəhm eləsin. Rıza qardaşım, əskər qardaşım, Lamiyə bacı, Allah nur üzlü balamızın timsalında bütün şəhidlərimizin yerini cənnət eləsin. Şəhid anaları, şəhid ataları, hər birinizin qarşısında baş əyirəm. Dövlət nümayəndələri, Allah hər birinizdən razı olsun. Allah sizlərin də dünyasını dəyişənlərə rəhmət, qalanlara can sağlığı. Ağsaqqal, çox sağ olun. Siz həmişə bu 5 ildir bizi ilə bir yerdəsiniz. Allah sizlərdən də razı olsun. Qardaş, var olun hamınız. Və bütün burada şəhid-sevər insanların hamısının canı sağ eləsin. Var olun. Təşəkkür edirəm. Hamımıza məlumdur ki, bugünkü gündə şəhidlərimizin anım günüdür. Allah bugünkü gündə balalarımızın ruhu şad eləsin. Allah bizə səbir versin. Allah ağsaqqalımıza, işçilərimizə, rayon nümayəndələrimizə kömək olsun ki, 5 ildir bizi ilə bu acını yaşayırlar. Allah hamımızın kömək olsun. Cəmiyyətimiz, elimiz, müəllimimiz, müəllimələrimiz, işçilərimiz çox sağ olun. Allah köməyiniz olsun. Bugünkü gün balalarımızın qanlı günləridir. Allah ruhlarını şad eləsin. Bir şəhid anası olaraq hamısının, qəhrəman balalarımın, Rıza balam qarşısında baş əyirəm. Allah qalanlarını saxlasın. Allah hamımızın qalan balalarının xeyrin görək. Yazıq o Allah. Amin. Allah balalarımızın ruhunu şad eləsin. Allah hamımızdan razı olsun. Allah köməyiniz olsun. Çox sağ olun. Çox təşəkkür edirəm. Ancaq Allah Lamiyə, əskər qardaş. Allah balozun yerini cənnət eləsin. Allah sizlərə pis gün göstərməsin. O iki qız balon xeyrin bəhrəsini görəsən. Amin. Allah bütün şəhidlərin yerini cənnət eləsin, məqamlarını uca eləsin. Hər bir şəhidin qarşısında baş əyirəm. 90-cı il şəhidin evladı burada mənim yanımdadır, Seyran. Buyur Seyran. Şəhid ailəsi olmaq həm qürur, həm çətin, həm şərəfli. Yəni bütün valideynlər üçün çətindir. Yəni başa düşürük, onu dərk edirik. Yəni şəhid ailəsi olmaq həqiqətən həm məsuliyyətli işdir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Bütün şəhid valideynləri qarşısında baş əyirəm. İnşallah bir də bu ölkəyə, bu məmləkətə, bu torpaqlara, ümumiyyətlə göylərə şəhid qismət eləməsin. Yəni ki, düzdür, yəni bu Azərbaycana şəhid qismət olmasın. Şükür bu günə ki, yəni torpaqlarımız 2023-cü il antiterror əməliyyatı ilə bütövləşdi, tamamlandı. Bu missiya demək olar ki, bitdi. İnşallah bundan sonra elimizə, obamıza
xeyir işlər qismət olsun. Amin. Çox sağ olun, minnətdarım. Allah atma yerin Çok cənnət. sağ olun. Hürmetli talebeler, şagirdler gelsinler buraya benim yanıma. 7 il mən sinifimdə oxuyub, həmişə öz intizamı ilə seçilib, düzdür, dərslərini ilə də yaxşı oxumasa da həmişə hər şeyin yerini bilən, böyüklərə, müəllimlərə qarşı hörmət göstərən şagirdlərimizdən biri olub. Təsadüfi birinci müharibənin ilk günlərində şəhid olanlardan biri də mənim dərs dediyim Rıza Məmmədov. Rıza Məmmədov və digər şəhidlərin qanı bahasına biz indi bu sərbəst, azad ölkədə sərbəst yaşayırıq. Onların ruhu qarşısında baş əyirik və onların ailəsinə başsağlığı veririk, səbir diliyirik. Allah rəhmət eləsin. Təşəkkür edirəm müəllimə. Çox sağ olun. Bilirəm, qəlblərə toxunacağam, qaysaqlı yaralar qoparacağam. İnanın, heç zaman unutmayacağam. O dərdli gecəni, o qəmli günü, gəldi Şamaxımın şəhid rızası. Layır qəlbimin simi o gündən, getməyir bir gün də gözüm önündən. Ananın fəryadı, atanın dərdi, deyirdi kaş balam evə dönəydi. Gəldi Şamaxımın şəhid rızası. Bacılar ağlayıb saçını yoldu, qohum qonşunun da dili tutuldu. Bir cavan ömürdə yarımçıq qaldı. Vallah sözlə demək də mənə ağrıdır. Vallah sözlə demək də mənə ağrıdır. Gəldi Şamaxımın şəhid rızası. Gəldi Şamaxımın igid rızası. Allah bütün şəhidlərimizə rəhmət etsin. Onların ailələri mənim qarşısında baş edir. Bugün anım günüm, cənnətdə mənim. Ana, bugün anım günüm, cənnətdə mənim. Ana, ata, qəm etməyin, nə olar? Cənnətdir məkanım, evim, məskənim, şəhidlikdən uca, hansı məqam var? Mənsiz ad günlərim göz yaşınızdır. Ağlayıb qəlbimi parçalayırsınız. Rıza sağalmayan qəlb acınızdır. Məni göz yaşıyla soraqlayırsınız. Bu dünya durduqca adım qalacaq. Mən torpaq uğrunda canımdan keçdim. Gənc nəsillər baxıb örnək alacaq. Bu yaşda şəhadət şərbətini içdim. Rıza deyib üzülməyin heç bir an. Mən yalan dünyadan haqqa gəlmişəm. Hər kəsə verilməz bu cənnət rizvan. Fəxr edin, bu ada mən yüksəlmişəm. Fəxrda mən yüksəlmişəm. Sağ ol. Qəhrəmanlar ölməz, daim yaşayan, tarixə iz qoyub gedən adı var. Qəhrəmanlar şəhid adı daşıyar, şəhidlər ölməz məkanda yaşayar. Sən də şəhadətinlə ən uca zirvədəsən. Şəhid Rıza Məmmədov, elin qəhrəmanısan. Adını daşıyacaq daim sənin bir bulaq. Rəhmət göndərənlərə savabın saçılacaq. Təşəkkür edirəm. Ata, evə gəlirəm. Bütün kəndə sal haray. Həyətin qapısını açıq saxla, tay batay. Biraz da qaldır göyə divardakı bayrağı. Rəqsi vəzdə gətirsin, hər təpəni, hər dağı. Sən də biraz möhkəm ol, qurban olum, qəm yemə. Amandır bu xəbəri, anama birdən demə. Dey xılıb azacıq, əl ayağı cızılıb. Ya da de ki sürüşüb, əzilib, qolu çıxıb. Ya da de ki darıxıb, bizim üçün darıxıb. O dözməz bu xəbərə, kimsə qəfildən desə. Ona görə sən özün də necəsə. Salam ata, bu da mən, görüşmürdük nə vaxtı. Quzu balam dediyin indi bir qəhrəmandır. Camaat mərdliyindən hələ çox danışacaq. Eşitdikcə kədərin sevincə qarışacaq. İndi isə son dəfə, qucaqlaşaq gedirəm. Qulağıma pıçılda, səninlə fəxr edirəm. Əlvida, bütün evin yükünü çəkən adam. Əlvida, bir oğul tabutuna gücü çatmayan atam. Allah bütün şəhidlərimizə rəhmət etsin. Təşəkkür edirəm. Həmişə mənim sözüm şüvarımdır. Sizdən xahiş edirəm hörmətinizi. Əvvəl təşəkkür edirəm. Keçin. Varsa da dünyada nə qədər inci, yalnız birincidir, vətən bir inci. Həyatda hər kəsə doğmadır vətən.
Demirəm bu sözü, dedim birinci. Ancaq bir sözüm var, gəlir dərindən. Keçərmi türk oğlu öz ellərindən? Biz də türk oğluyuq, bu yurdun oğlu. Qurtaraq vətəni düşmən əlindən. Qalxaq qələbənin şanlı bayrağın. Sancaq əsir düşən o zirvələrə. Oxuyaq ürəklə vətən marşını, qələbə müjdəsin verək ellərə. Təşəkkür edirəm. Buyur. Dinlə məni, düşün biraz. Minlərin son nəfəsiyəm. Bu gün torpaq altda yatan həmin şəhidin səsiyəm. Unutmayın bizi bir an. Keçsə də çox uzun zaman. Düşmənə dilədən aman. O ordunun mərkəsiyəm. Bu gün torpaq altda yatan həmin şəhidin səsiyəm. Məni bilənlərdən soruş. Məni bilənlərdən soruş. Cəsarətli o mərd duruş. Kiməsə tez unudulmuş. O hərbin xatirəsiyəm. Bu gün torpaq altda yatan həmin şəhidin səsiyəm. Mən yetim qalan uşağın, mən yetim qalan uşağın, mən odu sönmüş ocağın, mən namusun Qarabağın, Şah babamın nəvəsiyəm. Bu gün torpaq altda yatan həmin şəhidin səsiyəm. Bu gün torpaq altda yatan həmin şəhidin səsiyəm. Allah bütün Çox sağ olun, təşəkkür edirəm. Bir sayılı məktəb hazırlasın. Yer olmayandan vətəndaşı olmaz ölkə vətəndaşı. Məhz bugün 27 sentyabrda anım günü qeyd edilən igid oğullarımız öz canlarını vətənin daşına, torpağına, qayasına çevirərək gözlərini qırpmadan vətən torpağına öz canlarını qurban demişlər. Və Allahdan onların hər birinə rəhmət diləyirik, ailə üzvlərinə səbir diləyirik. Onların şərəfi bizim şərəfimiz, onların dərdi bizim dərdimizdir. Onlar milli qürurumuzu, milli birliyimizi, milli iradəmizi, milli həmrəyliyimizi yenidən dayanmışdırlar. Allah rəhmət eləsin. Sağ ol. Sağ ol bala. Mən də şəhid ailələrinin qarşısında baş əyirəm. Hər zaman sizin yanınızdayıq, hər zaman mənəvi olaraq sizin yanınızda. Sizin yanınızda və sizin qarşınızda baş əyirik. Sizin qarşınızda baş əyirik ki, belə bir övlad yetişdirmişsiniz. Onlar öz canlarından, vətən torpaqlarında öz canlarından keçdi. 30 illik işğalda olan torpaqlarımızı 44 gün ərzində azad etdilər. Ərazi bütövlüyümüz tam təmin olundu, suverenliyimiz təsdiq olundu artıq. Sizin qarşınızda baş əyirik ki, belə bir övlad yetişdirmişsiniz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Çox sağ ol, təşəkkür edirəm. Allah Teala qazilərimizə can sağlığı versin. Şəhidlərimizi cənnətində eləsin. Ordumuzu güclü qüvvətdə eləsin. Hörmətli qardaş, buyur. Qazi qardaş. Hər zaman qürur şəhidlərimiz. Burada da az şəhidimiz yoxdur, onda 15 şəhidimiz var. Bəli. Maşallah, göylər cəmaatı həmişə burada bir olublar. Şəhid ailələrimiz burada. Allah onlara səbir versin. Allah onlara dözüm versin. Qarşınıza baş əyirəm. Təşəkkür edirəm. Çox sağ ol. Çöl göylər. Tam orta məktəbinin şagirdləri buradadır. Gəlsinlər bura. Düşün biraz. Millerin son nəfəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Unutmayın bizi bir an. Keçsə də çox uzun zaman. Düşmənə dildən aman. O ordunun mərkəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Yoluna su səpim, göz yaşı sıxım, çəkməndə torpaq var, torpaq bir sıxım. Bir əskər çəkməni köksümə sıxım, çəkməsində bitən şəhidin, çəkməsində bitən şəhidim ayağın yerdədir, yolun göylədir, göydən ulduz uçdu, yaram göynədi, xəbərin oldu mu?
O qız neylədi? Dönüb üfüqlərdə itən şəhidim. Torpağa qan səpdin, torpaq oyandı. Qanın çiçəklədi, bu necə qandı? Yazdın ki, Qarabağ Azərbaycandır. Sən elə vətənsən, vətən şəhidim. Çox sağ olun. Şəhid valideynlərin, şəhid anaların, şəhid ataların bugün anım günüdür. Rızanın anım günüdür. Çox qeyrətli bir insandır. Gəl bura. Bilirik. Şəhidlərimiz heç vaxt unudulmur. Həmişə bizim qəlbimizdə yaşayacaq, yaşayır da, yaşayacaq da. Bizim də borcumuz təbliğ eləyib gələcək nəsillərə bu qəhrəmanların həyatını çatdırmaqdır. Allah rəhmət eləsin şəhidlərimizə. Çox sağ olun. Çox sağ olun. Buyur. Hörmətli tədbir iştirakçıları, hörmətli şəhid valideynləri, bugün İrzanın, tək İrzanın yox, İrza kimi oğullarımızın bugün anım günlərdir və onların qarşısında, onların valideyninin qarşısında baş əyirik. Allah onlara səbir versin, dözüm versin, Allah ordumuzu qorusun. Çox sağ olun. Buyur müəllim. Çox hörmətli şəhid valideynləri, hamınızı salamlayıram və ilk öncə sizə öz dərin minnətdarlığımı bildirirəm ki, Rıza kimi vətənpərvər, torpaqlarımızın azad olması uğrunda öz canından keçmiş belə övladlar yetişdirmişsiniz. Bugün 27 sentyabr Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr sərəncamı ilə bütün Azərbaycanda şəhidlərin ruhunu əbədləşdirmək məqsədi ilə anım günü kimi qeyd olunur. Bütün şəhidlərimizə Allah rəhmət eləsin, məkanlar cənnət olsun. Çox sağ olun. Hörmətli cəmaət. Mən sizinlə dostam. Buyur burada sen həmişə də yanımızda olmuşsan, uşaqlarla beraber. Çox sağ ol. Buyur. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun deyirəm. Mən qısa deyəcəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Hər bir şəhid valideynin qapısına gedirsən, tədbir başlayır, həyətdə nəsə Quran oxunur, qutaranda hər bir şəhid valideyni, qohum əqrəbası qayıdır ki, əziyyət çəkmişiz, əziyyətinizi halal olur. Olurmu belə bir şey? Bəli, buyur, buyur. Ol mənə deyəcəm ki, özüm mənim bu ürəyimdən gələndir ki, öz qəlbimdən bir vətəndaşın oxuna deyirəm ki, xeyr, mən Allahdan arzu eləyirəm ki, o rəhmətliklər öz qanlarını bizə halal eləsinlər ki, onlar azad elədiyi torpağın üstündə biz alnı açsaq, üzaq gəlir. Çox sağ olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. Təşəkkür edirəm. Dolğun, düzgün, halal çıxışınız üçün. Bugün göylər deyəm, bu izdihamın döşün deyəm. Bugün iki şəhidimizin iki tədbiridir. Rıza balamızla baba qardaşımızın. Bütün şəhidlərə Allah Teala rəhmət. Ondan sonra bütün göylərdə olan şəhidlərin döşündüyük. Bütün şəhidlərin döşündüyük. Və eyni zamanda bütün göylər şəhidlər xəbərində olan şəhid bağlarımızın döşündüyük. Ona görə də Xan Babanın qohumlarına mən üzümü çevirirəm, tuturam ki, hansınız danışmağa istəyirsə, bugünkü gündə yaxınlaşsın mənə. Şunlar nədir Hacının? Hacı Mirəli qardaş. Hardadır, burada? Sahip olacağım. Heç vaxt bu günləri yadlarından çıxartmadım. Hamıza təşəkkür edirəm. Allah Hörmətli cəmaət, əziz göylər cəmaəti, əziz qonaqlar, hörmətli şəhid ataları, hörmətli şəhid anaları. Bu günləri biz buradan babanı ziyarət eləmə, onun ad gününü qeyd eləmə gedəcəyik. Amma məsləhətə görə baxarsan da, siz nə olursansa ol, məsləhətə baxmaq özü elə böyük bir böyüklükdir. Buradan şəhadət dilə ziyarət edib, oradan düşək ilham gələ.
Heç Allah bu kəndin cəmaatını xoşbaxt eləsin ki, bu izdihamı yaratsın bu günlərdə. Allah şəhid atalarının, şəhid analarının, qalan bağlarını salamat eləsin, ya Rabbim yaratsın. Allah sağlık prezidenti Mükəmməl cənablarını xoşbaxt eləsin, ağlı baş komandanı. Mehriban xanımın şaban olsun, hörmətli cəmaat. Bu günləri bizim Zəhmət olursa ki, düşmüşük bu yola. Ya azaq, ya qalaq. Sağ ol bala, Allah sənin də öləndə verə. Allah səbrinizi versin. Ziyarət etməm çarə gedər. mən sizə görə deyim, Sən bunu bizə Allah razı olsun. Allah balalarınızı saklasın. Ölenlerinize rahmet. Özümüz qurur. Amin. Fatiha. Allah kömək Amin. Fatiha. Allah rahmet eylesin. Allah rahmet eylesin. Kalkın Müslüman cemaat. Sofi. Gelin nasıl? Gelin. Sofi. Gidelim. Ha, Sofi versin tutsun. Bakın gelin bak ben eylemler mi orada? Amin. Gelirim. Fatiha. Allah rahmet eylesin. Allah rahmet eylesin. Tamam. Günaydın. Allah kömək olsun. Allah hamımıza razı olsun. Çox sağ olun. Allah ölənlərimizə rəhmət eləsin. Dönərəm. Allah köməyiniz olsun. Tıp yavuşlar. Səbrinizi versin. Nə olub padişahı? yıxılıb əzilib. Ha. Bura yaxşı. Yaxşıdır deyəm. Gelin bak, gelin kesin, gelin kesin. Gelin kesin. Tamam bak gel. Yakınlaşın, yakın. Melime gel yakın. Gel. Amin. Fatiha. Allah rahmet eylesin. Allah sizden razı olsun. Hürmetli cemaat. Aziz köyler cemaati. Bak ziyaret ediyor bağlarımıza. Geldik babanın yanına. Babanın bu günleri az günü değil. O özü dünyada Allah Teala'nın şehadetinde öz yoldaşlarıyla az günü geçirdir. Ama bugün burada biz onun döşündeyik. Biz onun yanındayız. Biz onun etrafındayız. Kardeşi sağındadır. Kardeşinin yoldaşı solundadır. Onun kohma arabası hamısı burada ve aksakal da döşündedir. Allah Teala her birinizden razı olsun. Her birinize teşekkür ederim. Bu izdihamı, bu güzelliği, bu hoşbahtlığı yarattınız. Hiçbir adam bir yana gitmedi. Köyler cemaati sağ olun. Aziz şehit ataları, şehit anaları her birinize Allah Teala kalan balalarından size hayır versin. Allah Teala bundan sonra size pis gün göstermesin ya Rabbim ya Resulallah. Hürmetli cemaat, bugün ikinci tedbirimizdi. Anım gününü geçirdik. Rıza balamızın anım gününü geçirdik. Ve aynı zamanda geldik baba kardeşimizin ad gününe.
Onun da günün sizin yoldaşınız ise solundası sizin yoldaşınız ruhumlar sağındadır. Bazıları sağındadır. Bütün göyler cemaat onun döşündedir. Şehit ataları, göyler şehit ataları. Bütün şehit atalar, şehit anaları onun döşündedir. Aynı zamanda aksakalı döşündedir. Buyur bir neçə kəlmə olsa mən danışıram. Buyur bir neçə kəlmə. Çok sağ olasın. Allah hamımızdan razı olsun. Ben bütün tədbir iştirakçılarının hamısını salamlayıram. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin. Gəl xanım yaxın gəl, yarın yaşam gəl gəl burada Rəna xanım yanında. Allah razı olsun. Kendin adamsan, kendin şəhidin anasısın. Dinlərimiz də tapılsın. Mən baba qardaşım kimi valideynləri Sağla gidersin. çok sağ olun. Olsa sen oğlum burada, Şamaya çağırırlar, ham gelir yanınızı şəhidin yanına. Teşekkür ederim. Danışanınız var. Allah bütün şəhidlərə rəhmət eləsin. Gələn cəmaatın da Allah var eləsin. Allah itənləri də xeyirli, onlar da gözləri bizi kimi gözləri xeyirli yoldan yığılsın. Qazilərimizə can sağlığı versin. Allah bütün şəhid analarına səbir diləyirəm. Teşekkür Allah ederim. hamısına rəhmət eləsin. Çok sağ olun. Qəndər xanım buyur. Evcin anası. Mən də bugünkü anım günü münasibəti ilə bütün şəhidlərin qarşısında baş əyirəm. Bugün həm də baba balamızın, baba qardaşımızın ad günüdür. Mən demək istəyirəm ki, Allah onların dünyadan keçən atasına, anasına rəhmət eləsin. Bacısın Bu 44 günlük müharibənin və antiterror şəhidləri 23 saat ərzində, yəni Respublikanın ərazi bütövlüyünü təmin elədi, suverenliyin bərpa elədi. Allah cəmi şəhidlərimizin məqamını uca eləsin. Dövlətimiz, dövlətçiliyimiz var olsun. Bu günləri, bax, bu işıqlı sabahı bu şəhidlərimizin sayəsində bizə bəxş eləyiblər. Allah şəhidlərimizdən dönə-dönə razı olsun. Elimizi, obamızı, cəmaatımızdan razı olsun. Amin. Bir xahişim var, bir müraciətim var cəmaata. Kəndin hər tərəfindən burada əhali var. Biz kənd rəhbəri Geldi Gürzan'ın yanından, ziyaretinden. Babanın yanındayız. Buyur. Tədbir iştirakçıları salamlayıram. Bugünkü havada bizimle bir yerlədilər. Allah hamımızdan razı olsun. Amin. Teşekkür ederim. Bayram. Buyur. Koy Xan baba buyursun. Baba kardeş mənim uşaqlıq yoldaşım oldu, uşaqlıq dostum oldu. Allah məqamını uca eləsin. Baba kardeşimin timsalında Allah bütün şəhidlərə rəhmət eləsin. Allah məqamlarını uca eləsin. Allah bütün gözü yolda olanların da gözün yoldan çəksin. Allah iskinlərin yetirsin. Allah hamısına qəni-qəni rəhmət eləsin. Amin. Çok sağ ol. Teşekkür ederim. Çok sağ olun. Rıza'nın büyünleri hanım günü, babanın bugünleri az günü. Hürmetli bayram buyur. Buyur. Değerli İlham kardeşimiz, sağlıkta fazla kardeşlerin Allah Teala Zahra da verirsin, sizden işte göstersin. Çok sağ olun, teşekkür ederim. Ramil müəllim buradadır. Buyursun. Buyur kardeş. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Baba Əmədə Allah rəhmət eləsin. Allah sizlərdən də razı olsun. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Teşekkür ederim. Söz verdiğine göre ben düğünleri baba kardeşin de adını değil, onun ruhun təbrik edirəm. Onun kardeşlerine, onun bazılarına başsağlığı verirəm. Ruhu şad olsun ve o bir şəhidlərimizə də. Ben bunu dəfələrlə demişəm, yenə də deyirəm. Nə qədər mənim canım sağdır, mən həmişə onların, bu şəhid valideynlərinin, şəhid evlatlarının əlindən öpürəm. Onların ruhu qarşısında baş əyirəm. Allah səbirlərim versin. Sağ olun, diqqət üzrə. Hamınızı salamlayıram. Allah baba kardeşimize rəhmət eləsin. İlham kardeş, bütün sınıf yoldaşlarından, hamımızın adımızdan başsağlığı verirəm. Allah yerin cennet eləsin, behişt eləsin. Burada şəhid valideynləri iştirak edir. Hamımızın qarşısında baş əyirəm. Bütün sınıf yoldaşları adından hamımıza başsağlığı verirəm. Bütün Azərbaycan şəhidlərindən Allah rəhmət eləsin. Amin. Sağ olun. Allah hamımızdan razı olsun. Allah cəm şəhidlərimizə Sağ olun. Allah sənə də var eləsin. Yerləşib Allah Teala onu andırır. İnşallah qiyamata qədər də belə olacaq. Yəni üzülmək lazımdır. Elhamdülillah onların haqqı da halaldır. Biz onların haqqında həmişə borcluyuq. Ata-analarının əllərindən öpürük. Hamımızdan Allah Teala razı olsun. Allah baba qardaşa rəhmət eləsin. Yeri cənnətdir, cənnət olsun. Biz də diləyirik Allahdan. Allah
bütün şəhidlərə rəhmət eləsin. Onun qardaşı, bacısına, istəyənlərinə Allah səbir versin. Atasına, anasına Allah yerin cənnət eləsin. Ana şükür Allaha gördü, arxayın getdi. Allahdan Teala'dan səbir diləyirik. Şükür Allaha ki tapıldı bu günləri onun qəbri önündə topalaşmışıq, ziyarət edirik. Məndən qabaq çıxış elədilər, hamı burada olduğundan istifadə edib deyirəm. Hamımızdan Allah razı olsun. Bu işdə də birsiz, bu təmizlik işlərini ki qeyd elədilər. Çox xahiş edirəm. Buna biz onu ardıcıl eləyəcək. Mütləq bu bir gün ərzidir. Ben Rıza'nın tədbirində dedim elə burada yekunda deyəcəyəm. Mən çox xoşlamıram belə sözü. Çünki ehtiyacım yoxdur belə sözə. Biz Cənab Başçı ilə bir yerdəydik. Mənə icradan zəng olundu ki, bəs saat falanda Allah, varlığından doymadıq. Sinən üstə doyunca baş qoymadıq. Niyə mələk olduğunu duymadıq? Göyərçin tək yuxumuza girdəcək. Şəhid balam, bu dünyaya bir dəcək. Güvəndiyim dağlara qar yağarmış, insan dərdə, dərd insana sığarmış. Gözlərinin qarası da ağarmış, bir anını gör dəcək. Şəhid balam, bu dünyaya bir dəcək. Dünya mənə tor görünür gözümdən. Hara qaçım, dörd tərəfi tutub qəm. Sənsiz keçən hər günümüz cəhənnəm. Axı ölüb qutarırıq yerdə, gəl. Şəhid balam, bu dünyaya bir dəcək. Təşəkkür edirəm. Hörmətli cəmaət. Bu 5 il ərzində mən heç kimdən narazı olmamışam. Ehtiyacım da yoxdur heç kimə. Bax, 10 min adam olsun burada, mən özüm buradayamsa heç kimi. Cəmaatı xoşbaxt edir. Bir gün şəhidlər xəbərində dedim ki, Allah Şamaxı cəmaatını xoşbaxt etsin. Bir başqa rayondan bir nəfər gəlmişdi, Qadir. Dedi, ay qardaş, başqa rayona da dua elədi. Dedim, ay bacım, Azərbaycan xalqında nə oldu gedirdi, onun üçün Allah sənə kim olsun. Allah rəhmət eləyə. Geri yok, siz oturun. Çıkırsınız. Fatiha. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Qalan bağları salamat. Ömer. Hacı hanım. Allah ömrünüze rahmet etsin. Sen de. Allah razı olsun. Allah'ım Allah razı olsun. Ölenlerinize rahmet etsin. Amin. Fatiha. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah məkanın cənnət. Hacı verdi bu. Hadi dua et oradan. Allahu la ilahe illa huvel hayyul gayyum. La ta'khuzuhu sinetun ve la nawm. Lehu ma fis semavati ve ma fil ard. Men zellezi yeşfe indehu illa biizni. Ya'lemu ma beyne eydihim ve şâ. Vesi'a kürsiyühü semavati vel ard. Ve la yauduhu hifsuhuma ve huvel aliyyil azim.
Kesin böyle. Amin. Allah'ım. Fatiha. Allahümme sallallahu Aleyküm selam. Allah razı olsun.